Dövlət proqramının əsas prioritet istiqamətlərindən biri kimi ailə sağlamlıq mərkəzləri yaradılıb və bu müəssisələr müasir tibbi avadanlıqlar alınaraq istifadəyə verilib. Ailə sağlamlıq mərkəzi üçün ümumilikdə hər birindən 27 ədəd olmaqla portativ rentgen, portativ ultrasəslə müayinə cihazı, portativ EKG cihazı, sidik analizatoru, hematoloji analizator, 3 aylıq şəkəri təyin etmək üçün cihaz və 120 ədəd ailə həkimi çantası və digər zəruri avadanlıqlar alınmışdır. Təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb. Belə ki, 52 ədəd tam təchizatlı təcili tibbi yardım avtomobili alınıb və yaxın zamanda təhvil verilməsi nəzərdə tutulub. Bundan əlavə, əvvəllər 8 lokasiyada fəaliyyət göstərən təcili tibbi yardım xidməti geolokasiyalarının sayı artırılaraq 14-ə çatdırılıb. Eyni zamanda hər bir ailə sağlamlıq mərkəzində geolokasiyalarının yaradılması planlaşdırılıb. Yaradılmış ailə sağlamlıq mərkəzlərində təcili tibbi yardım xidməti üçün də həmin o geolokasiyaların yaradılması planlaşdırılır və bunun üçün mühüm satın almalar həyata keçirilmiş və hər bir ailə sağlamlıq mərkəzlərində yaradılacaq geolokasiyalarda 64 ədəd xəstə başı monitor, 64 ədəd panel, 32 ədəd 3 motorlu, 4 motorlu çarpayı, oksigen terapiya dəsti və digər zəruri avadanlıqlar alınaraq istifadəyə veriləcəkdir. Proqram çərçivəsində icra edilən əsas layihələrdən biri də hemodializ mərkəzinin yaradılmasıdır. Məqsəd Naxçıvan Muxtar Respublikasında dializ müalicəsinə ehtiyacı olan, xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə şərait yaratmaqdır. Hemodializ xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə 53 ən son keyfiyyətli standartlara cavab verən 53 hemodializ cihazı və həmin müayinə prosesində xəstələrin hər cür şərait yaradan, onların müalicəsini daha effektiv şəkildə həyata keçirmək üçün 48 ədəd 3 idarə etmə mühərrikli hemodializ kreslosu alınmışdır. Əlavə olaraq bildirmək istəyirəm ki, Şərur Regional Tibb Mərkəzinin Şərur rayon xəstəxanasında, Kəncərli rayon xəstəxanasında, Zulfa Regional Tibb Mərkəzinin Zulfa rayon mərkəzi xəstəxanasında və Ordubad rayon mərkəzi xəstəxanasında qeyd etdiyimiz hemodializ kreslosu və hemodializ cihazları istifadəyə verilmişdir. Və yaxın vaxtlarda yeni yaradılan hemodializ mərkəzinin də açılışı planlaşdırılır. Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlığı Mərkəzinin yeni binasının tikinti və təmir işləri isə mərhələli şəkildə həyata keçirilir. Səbinə Elxan qızı, Cavad Hüseynov, NTV Xəbər.